Münhendə birinci vitse-prezident Mehriban Əliyevaya sual verən Emin Hüseynovun qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz, sizə can sağlığı arzuluyuram sual-cavabla qarşılaşması onun üçün gözlənilməz olduğu kimi 2014-cü il hadisələrini də gündəmə gətirdi. Xarici qrantların alınmasında hesabatlılıq məsələsi qanunda səhvləşdirildikdən sonra həmin vaxt xüsusilə Soros şəbəkəsi ilə bağlı bir qrup qeyri-hökumət təşkilatının vergidən yayınması ortaya çıxdı. Buna paralel olaraq eyni şəbəkəyə daxil olan təşkilatların xalq diplomatiyası adı altında erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığı məsələsi gündəmə gəlmişdi. Bu, Azərbaycan dövlətinin istəyi ilə keçirilən xalq diplomatiyası yox, Qarabağda işğala əsaslanan status quo-nun qorunması riskini yaradan, xüsusilə Qərbdə dəstəklənən siyasət idi. Çox vektorlu aparılan prosesdə bu hədəfi aydın seçmək çətin olurdu. Çünki əsas vitrin kimi insan haqları və demokratiya, media azadlığı prinsiplərindən istifadə edilirdi və işğalı legitimləşdirməyə hesablanmış xalq diplomatiyası da demokratiya uğrunda mübarizə olaraq təqdim olunurdu. Həmin təşkilatların fəaliyyətinin təftiş edilməsi də onlar üzərindən Azərbaycanda öz maraqlarına uyğun siyasəti maliyyələşdirən Soros şəbəkəsi, eləcə də maraqlı ölkələr, həmçinin Ermənistan və erməni diasporu/lobbisini narahat edirdi. Azərbaycanla bağlı demokratiya çağırışlarının arxasında da bu və ya digər formada hər zaman Qarabağ məsələsinin dayanması faktı mövcud olub. Bununla bağlı açıq mənbələrdə kifayət qədər məlumatlar mövcuddur. Həmçinin demokratiya, insan haqları profilli təşkilatlar/şəxslərin erməni şəbəkələri ilə bu və ya digər formada əlaqəli olması, yaxud yollarının kəsişməsi diqqəti bura yönəldib. Misal üçün, 2014-cü il hadisələrində həbs olunan, daha sonra ölkəni tərk edən Leyla və Arif Yunuslar bunun ən real nümunələrindəndir. Leyla Yunus, Azərbaycandan gedəndən sonra erməni hüquq müdafiəçisi Süzanna Barsegyanla birlikdə ictimai dialoq saytını yaratdı və Azərbaycanda siyasi məhbuslar adlı siyahı hazırladı. Arif Yunus, dəfələrlə Qarabağ münaqişəsinin həlli, Azərbaycanda demokratiyanın qurulmasından keçir, çıxışlar edib. Avropa Şurası Parlament Assambleyasının 2019-cu il yaz sessiyasında Nikol Paşinyanın Azərbaycan hakimiyyəti Ermənistanla sülh istəmir tezisi, digər zalda keçirilən ictimai təşkilatların müzakirəsində Leyla Yunus tərəfindən İlham Əliyev Ermənistanla sülh istəmir formasında səsləndirilirdi. Belə nümunələr kifayət qədərdir. 2014-cü ildə bu şəbəkənin sıradan çıxarılması prosesində təkcə Emin Hüseynov İsveçrə səfirliyində gizlənməklə yayına bildi. Onun qaçışının tək səbəbi isə qadın paltarında gizlənməsi yox, həm də arxasındakı qüvvələr idi. Emin Hüseynov Amerikalı hərbiçi xanımla evli olub. Bu xanımın kimliyi dəqiq bilinməsə də, məşhur Rebecca Vincentin rəfiqəsi olduğu haqda məlumatlar var. Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Vincentin Miledi ləqəbli kəşfiyyatçı olduğu deyilir. 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsində Demokratiya naminə oxu kampaniyasının təşkilində iştirakına görə ölkədən çıxarıldı. Daha sonra əsas fəaliyyətini Azərbaycana qarşı kampaniyaların təşkili istiqamətində qurdu. Hüseynovun şəbəkəyə daxil olmasında da Vincentin rolu böyük olub. Hüseynovun kömək istəyi Amerika Birləşmiş Ştatları səfirliyi tərəfindən Amerikalı xanımla evli olduğuna görə geri çevrilsə də, əslində onun İsveçrə səfirliyinə sığına bilməsinin arxasında Vincentin timsalında Amerikalıların rolu istisna edilmirdi. İki amil də bu fikri gücləndirirdi. Birincisi, Hüseynovun Amerika Birləşmiş Ştatları səfirliyi tərəfindən qəbul edilməsi Vaşinqton-Bakı xəttinə problemlər yaradacağı üçün missiyanı İsveçrə səfirliyi üzərinə götürdü. İkincisi, İsveçrə həmin il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına sədrlik edirdi və xalq diplomatiyasının genişlənməsi üçün Azərbaycan və Ermənistan ictimaiyyətinə lazımi dəstək verəcəyik bəyanatı ilə izlədiyi siyasi xətti elan etmişdi. Vergidən yayınan təşkilatların həm də məlum xalq diplomatiyasını həyata keçirməsi, buna görə qrant alması fonunda da Hüseynovun İsveçrə səfirliyinə sığınması təsadüfi deyildi. Səfirlikdə 10 qalan Hüseynov rəsmi Bakı ilə danışıqlardan sonra İsveçrəli diplomat Didier Burkhalterin təyyarəsində ölkəni tərk etdi. Bu faktlar Hüseynovun arxasında xarici qüvvənin dayandığını və xidmətləri qarşılığında belə münasibət gördüyünü təsdiq edir. Eyni xidmətləri bugün də davam edir. 44 günlük müharibə zamanı ordumuz haqqında dezinformasiyaların yayılması, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrini Avropa Şurası Parlament Assambleyasına şikayət etməsi, Azərbaycana qarşı qətnamələrin qəbuluna çalışması da belə xidmətlər sırasındadır.
Bu kontekstdə Hüseynovun Azərbaycan prezidentinə və birinci vitse-prezidentə ünvanladığı suallar əslində xidmət etdiyi qüvvələrin sifarişi idi. Hərçənd Mehriban Əliyevanı cavabı onun üçün soyuq duş effekti yaratdı. Siyasi şərhçi Asif Nərmanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.